Salam. Qurban ibadətinin tarixinə və yaxud da dinlərdə qurban ibadətinə baxmaq istəyirəm. Qurban bayramı yaxınlaşana qədər də bu mövzunu tez-tez danışıb bitirək. Öncə qurbanla bağlı anlayışlara baxaq, sonra onun tərifinə baxaq. Fərqli kitablarda fərqli isimlər, fərqli şəxslər, araşdırmacılar hansı tərifləri verib onları oxuyaram sizin üçün. Daha sonra isə qurbanın işləvi və əhəmiyyətinə baxarıq və zamanla da qurbanın tarixi seyrinə araşdırmacılar bu kökəni ilə bağlı nələr deyiblər, nələr danışıblar, onlara baxarıq. Daha sonra bilirsiniz, dinlərdə qurban çeşidləri fərqlidir. Qanlı qurbanlar var, qansız qurbanlar var. Qanlı qurbanların belə alt səviyyələri var, çeşidləri vardır. Qansız qurbanların da çeşidləri vardır. Onlara baxarıq. Daha sonra isə 3 ana əhəmiyyətli bu dünyəvi dinlərdə Yəhudilikdən, Xristianlıqdan və İslam dinindəki qurbana biz baxarıq, qurban ibadətinə baxarıq, yenə də onları da bölərik. Ümid edirəm Qurban bayramına qədər tez-tez bu mövzunu bitirmiş olarıq. Öncəliklə deyim ki, bu videoda məqsəd tək-tək bütün dinlərdə və mifologiyada qurbanın varlığını ortaya qoymaqdan çox biz bir çox din və kültürdə, mədəniyyətdə var olan bu qurban ibadətindən yola çıxaraq onun nə olduğunu anlamağa çalışmaqdayam və yaxud da. Mövzuya ilk qurban və ona verilən təriflə başlayacağam. Dediyim kimi, qurbanın anlamını bir çox ədəbiyyatda, kitabda verilmişdi. Onlardan bir neçəsini sadalayım sizin üçün. Öncəliklə, qurban bir şey kəsmə və ya, üzr istəyirəm, türkcədir kitab, mən yenə də çevirərək oxumağa çalışacağam. Qurban bir şey kəsmə və ya təsəddüq etmə yolu ilə Allaha yanaşmaq üçün yapılan bir şeydir. Bu, Fəxrəddin Errazinin Təfsiri Kəbir Müfəhhui Qayb kitabındandır. Burada mən deməli, Ömər Nəsuhu bilməmdən, qurban mahiyyəti və vacibindən oradan nümunə göstərəcəm. Ali Arslanın Aydınla Ramazan orucu və qurban kitabından, daha sonra dinlər və inanclar terminolojisindən, din və inanclar sözlüyündən, İslam ensiklopediyasından, dinlər tarixində 50 anahtar kavramdan, sonra dinlər tarixi araşdırma yöntəmləri və bir neçə də yabancı xarici ədəbiyyatdan nümunələr qeyd etmişəm, onları sizin üçün oxuyacağam. Demək, qurban daha bir tərif nə deyir? Qurban Allah Taalaya təqarrüb, yəni yaxınlaşmaq üçün qurban niyyəti ilə kəsilən xüsusi heyvandır. Qurban bayramında belə haqq rızası üçün kəsilən qurbana ühdiyyə, bunu kəsməyə də tahdiyyə deyilir. Qurban Allaha təqarrüb, yəni ona yaxınlaşaraq rızasını qazanmaq üçün Qurban bayramı günlərində ibadət və təhdiyyə niyyəti ilə kəsilən müəyyən cins və vasıfdakı heyvana deyilir. Allaha təqarrüb və ibadət məqsədi ilə bayramda kəsilən bu heyvanlara ərəbcədə uhdiyyə, dahiyyə və ihdiyyə adları verilməkdədir. Türkçədə isə genel olaraq qurban deyirik. Qurban kəsməyə tahdiyyə deyilir. Tahdiyyə ibadət və taat niyyəti ilə vaxtı məxsusunda, yəni öz vaxtında bu iş üçün təsis edilən heyvanı kəsməkdən ibarətdir. Başqa bir tərifdə nə deyir? Qurban genel olaraq Allaha mənəvi olaraq yaxınlaşmaq üçün dinin əmri olan adaq və ya bir sevincin şükrünü yerinə gətirmək üçün kəsilən heyvandır. Quranda çeşidli surələrdə, müxtəlif surələrdə 20 dəfə keçən qurban İslami terminolojide ildə bir dəfə Zilhiccə ayının 10-cu günündə Həzrət İbrahimin oğlu İsmaili Allaha qurban etmə fədəkarlığının göstərgəsi olaraq kəsilən heyvanı dilə gətirir. Daha bir tərif. Qurban, sunğu və ya təqdimə, tapılınan yücə varlıq və ya varlıqlara və ya hər hangi bir gücə şükran duyğularını ifadə etmək, bir şeylər diləmək və ya günahlara kəffarət olması kimi səbəblərlə sunulan hədiyyədir. Qurban Allaha mənəvi yaxınlaşmaq məqsədi ilə sunulan şeydir, təqdim edilən şeydir. Daha bir tərif. Qurban ilahın
özəl iradəsinə və özəl bir həyat gücünə də bir təqdimədir. Qurban sacrificə ya Tanrıyı bir şəkildə etkiləmək, təsir etmək və ya Tanrı ilə qurban sunan kimsə arasında bir yaxınlaşdırıcı bağ meydana gətirmək üçün şəxsi bir heyvanı və ya objeyi bir Tanrıya adama feilidir. Qurban din adamları ilə ilgili işlər üçün keçərli olan tərəvəz, heyvan və insan kimi şeylərin aşkın dünyaya adanaraq yapılan törəndir, mərasimdir. Bu, onun kutsanması, müqəddəsləşməsi və ya kutsal bir şeyə təhsis edilməsi və ya da müqəddəs bir şeyə verilməsi, təhsis edilməsidir. Bu iş eyni zamanda bu eyləmə, yəni bu fəaliyyətə qatılanları kutsallaşdırır, müqəddəsləşdirir və özlərini müqəddəsə yönləndirir. Daha bir tərif. Qurban ümumilikdə təqdis və təqdim edilən bir şeyin tükətilməsi yolu ilə Tanrıya yapılan maddi bir bağışdır, Qurban Tanrıya sədaqətin bir işarəti olaraq altar üzərində tamamən və ya qismən imha edilən hər hansı bir təqdimə, heyvan və ya tərəvəzdir. Və digər bir tərif. Qurban Tanrı üçün bir heyvan, yeyəcək, içəcək, tütsü və ya hər hansı bir başqa bir şeyi sunmaqdır. Bu uygulama həqiqi anlamda dinin özündə vardır. Qurban demək sacrifice, Latınca sacrificum, yəni kasır, kutsal və facer yapmaq mənəvi gücün qaynağı ilə öz yararı üçün o gücə ehtiyac duyan arasında ilişki qurmaq üçün, əlaqə qurmaq üçün bir şeyin cəza olaraq yox edilməsi və ya ortadan qaldırılması əsnasında edilən bir ayindir. Bu əlaqə üçün bir çeşid komünyon ola bilir. Komünyon yəni toplumsal bir çeşiddir və ya tam tərsinə geri alınması və etkisiz halə, yəni təsirsiz hala gətirilməsi düşünülən insanın zəifliyi sayəsində ola da bilər. Yəni bir növ kəfarət kimi. Birinci çeşidin örnəyini qurbanın kutsanmış bir yemək üçün də hər çeşid tükətilməsi oluştururkən, ikincisi isə ov heyvanları ilə edilənlərdir. Qurban dini və ya kutsal əməklə simvolik bir sununun yox edilməsini içərən vermə eləmidir, verilən bir fəaliyyətdir. Yeyəcək və ya içəcək türündən olan qurban objesini sunmaq, təklif etməkdən ibarət də ola bilər. Qurban bugün və ya gələcəkdə Tanrının lütfünü qazanmaq üçün ona təqdim edilən bir hədiyyədir. Qurban doğaüstü fövqəltabi alana sahəyə girən qüdrətlə barışıqlığı sağlamaq, onların verdiklərini təşəkkür etmək və onlardan bir şeylər istəmək üçün sunulan, təqdim edilən şeydir. Demək, qulamsar var burada. Onlar qurbana yuxarıda verilən tanımlardan fərqli olaraq bir daha fərqli bir anlam yükləməkdədir. Ona görə qurban kişinin qəlbində çox dəyər verərək bulundurduğu şeylərin ilişkisini kəsməkdir. Yəni o da fərqli bir anlayışla yaxınlaşır. O deyir ki, bir şəxs özündə dəyər verdiyi bir şeylə tamamilə əlaqəsini kəsmək deməkdir. Bu şeylər sağlıq, mal-mülk, həyat kimi şeylərdir, dəqiq olan şeylərdir. Və bununla olduğu kimi də həmçinin duyğular, davranışlar, düşüncələr kimi mücərrəd şeylər də ola bilər. Bütün bu təriflərdən də anlaşıldığı kimi qurban ibadəti dinlərdə biz nə görürdük burada? Bir mərkəzi ifadə formasıdır və başqa ifadə ilə biz deyə bilərik ki, qurban dinlərin hətta vazkeçilməz təməl ibadətlərindən biridir. İnsan bəzi şeylərə vəsilə olmaq üçün qurbanı ilah və ilahlara fəda etməkdədir. Yeni ilah və ilahlara qurbanla, yəni ilah və ilahlara qurbanla hörmət etməkdədir.
və ona sayğı duymaqdadır və hər növ nemət və qorunma üçün gördük ki, nə deyir? Təşəkkür etməkdədir. Tapınma və ibadət ifasından bağımsız olaraq da qurban bir sehr, bir büyü ayini olaraq tətbiq edilməkdədir. Bu mənada qurban tez-tez yenilənən sehirli bir təsir üçün icra edilən şeydir. Biz başqa bir ifadəyə desək, qurban təqdimatlarının əsas məqsədi Tanrı ilə birlikdəliyi qurmaq və ya davam etdirməkdir. Bu hər din və kültürdə əsasdır. Buna görə qurban zahiri ibadətin köklü feilidir, tətbiqidir. O edilən bir ibadət həm onu təqdim edən şəxsin o daxili duyğularını və həm də ibadətə Tanrının cavabını ifadə edən simvolik bir fəaliyyətdir. Qurbanla bağlı dini mərasim yolu ilə Tanrıya təqdim edilən o hədiyyə qəbul edilir. Tanrı ilə birlikdəlik qurma bacarılır, başarılır, uğurlu olur və kişinin, şəxsin o günahı yox edilir. İbadət etmənin xaricində qurban qavramı anlayışı qurban olaram ifadəsi ilə bizdə və yaxud da Anadoluda bir sevgi ifadəsi olaraq da işlənməkdədir. Belə bir qurban olma bir şəkli də vardır və belə ki, bu sevgi o şəxsin sevdiyi üçün, sevdiyinin uğruna özünü fəda edəcək qədər böyükdür bunun o sevgisi. Bu fədakarca sevgi daha çox bilirsiniz ki, analıq duyğusunda və ya vətən və bayrağa bağlılıqda görülməkdədir. Analar adətən uşaqlarını qurban olaram deyə sevməkdədir. Bu ifadə sənin uğruna çox qiymətli olan tək canımı verərəm mənasındadır. Yenə canım vətən üçün fəda olsun ifadəsi də vətəninin cana bədəl olacaq qədər dəyərli olduğunu simgələyir, göstərir, nişanlayır. Bizlərdə 3 zaman və durumda xına yaxılmaqdadır, bilirsiniz ki, bizlərdə və Türk toplumunda deyirəm. Birinci, bilirsiniz ki, qurbanlıq qoçun boynuzlarına xına yaxılır. Bu onun Allaha qurban olmağının simvoludur. İkinci, gəlinin əlinə xına yaxılır, bilirsiniz. Bu gəlinin özünü ərinə bir yerdə qurban edişinin işarəsidir, simvoludur və üçüncü isə daha çox türklərdə və bizdə də olur, daha çox türklərdə əsgərlərin əlinə xına yaxılır. Bu xına nədir? Əsgərin vətənə qurban olmağa hazır olduğunu göstərir. Türk kültüründə kişilərə xına yaxılmaz, bilirsiniz, amma bunun tək istisnası əsgərlikdir. Canı fəda edəcək səviyyədə olmasa da, yenə də sevgi ifadəsi olaraq bəzi bölgələrdə qurban kəlməsi istifadə olunmaqdadır. Bu ifadə qardaş mənasında da sevgi ifadəsi olaraq işlədilməkdir. Qurban, gəl bura, ay qurban falan eləyim. Adı qurban deyil, yəni bir sevgisini göstərərək onun işlənməsi də görülmüşdür. Bəzən də qurban olmaq kəlməsi yalvarmaq mənasındadır. Mən məsəl üçün türklərdə İstiqlal marşında deyir, çatma qurban olayım çehrəni ey nazlı hilal. Bunu da göstərə bilərik burada. Və biz bir çox da siz şeirdə, ədəbiyyatda yenə də bunun nümunələrini görə bilərsiniz. Və yaxud da qurban olum, eləmə bunu, bunun kimi də nümunələrdə göstərə bilərik. Yəni bəzən dediyim kimi bir yalvarmaq mənasında da bu ifadə işlənilir. Bir də geniş olmasa da bəzən də birini bir şeydən məhrum etmək, ona istədiyini verməmək mənasında da qurban etmək ifadəsi işlədilir. Bu indiyə kimi olanın tam tərsinə bir anlamdadır. Necə? Yəni bu verməmək, istəməmək mənasına da gəlməkdədir. İstənməyən biri üçün heç bir şeyi verməmək, uyğun görünməyən şəxsə heç bir şeyi yar etməmə mənasına bürünməkdədir. Aşağı sinifdə oxumuşduq. İtada ataram ya da satmaram o xalçanı
başqasına verənəcən deyir ki, satmıram, ya da it ataram, ya da satmıram. Yəni burada bir onu özündən qurban verir, amma o istənmədiyi insana onu satmayacağını da göstərir. Belə bu gün biraz bu qurban ifadəsinin təriflərinə bir baxdıq və qurbanda dedik ki, qurbanla bağlı anlayışlara baxaq. Kültlərə, məsələn, kult nədir? Kult latınca kultus kəlməsindən gəlməkdədir. Bir ilaha sayğı, hörmət, itina, kurallı ibadət kimi mənalarına gəlməkdədir. Kult kavramı tapınma, xüsusilə fövqəltəbii olduğu müəyyən edilən şəxslər, objelər və ya onların simvolik təmsilçiləri ilə əlaqə qurulan o mövzuda ənənəvi rituallar topluluğu mənasına gəlir. Bir kult müəyyən bir ilah və ya sosial qrup ilə birləşdirilmiş düşüncələri, etkinlikləri, yəni fəaliyyətləri, tətbiqlər toplusunu əhatə edir. Kult uca və müqəddəs olaraq bilinən varlıqlara qarşı göstərilən hörmət, onlara tapınış, yəni sitayişdir. Bu sayğı və sitayiş üçün duaya, qurbana, müəyyən ritlərə, ayinlərə ehtiyac vardır. Tapınaqlar, toplantı evləri, müqəddəs olaraq bilinən sahələr, məkanlar, təpələr, mağaralar, çaylar kult yerləri olaraq istifadə olunur. Kult üçün bayram və törən, mərasim vaxtları kimi müəyyən zamanlar seçilməlidir. Kult inananlarla Tanrı arasında birliyə xidmət etməkdədir və insan bağlı olduğunu düşündüyü o ilaha rəqs, dans, görmüsünüz bunların nümunələrini, dua, ayin, qurban və s. kimi bir sıra fəaliyyətlərlə xidmət etməkdədir. Bunun üçün də insan Tanrıdan təqdis, şans, lütuf, sağlıq diləməkdədir. Ritual deyirik. Ritual nədir ona baxaq. Ritual latınca bir kəlmədir və dini ayin və ibadətləri ifadə etmədə istifadə edilən texnik bir terimdir. Ritual anlayışı ilə adətən seremonik ayin və ibadətlər nəzərdə tutulur. Xüsusən də bu anlayış ibadət əsnasında o düzən, sözlərlə, jestlərlə və hərəkətlərlə dinin ayinin icrası, yəni dini ayin və mərasim və ya ayin kitabı, adət edinilmiş kimi mənaları əhatə edir. Fenomen nədir? Bəs burada baxacaq. Fenomen və fenomenoloji terimləri Qrekcə, Yunanca kəlmədir. Oradan fenomendan gəlir və özünü göstərən şey və ya görünən, zühur edən şey mənasına gəlir. Fenomen kəlməsi fərqli disiplinlərə görə olğu, görünən şey, var olan şey, açıqda duran şey, daha sonra özünü göstərən şey, ortaya çıxmasından dolayı görünən şey, bilinçdən öncə var olan şey və təzahürü vasitəsilə bilinən şey mənalarına gəlməkdədir. Biz də bu anlayışı, bu çalışmamızda, bu mövzumuzda dini fenomenoloji baxımından ələ alırıq əslində və bilindiyi kimi də din fenomenologisi hər hansı bir dinin tarixi inkişafı ilə maraqlanmaz. Bunun əksinə o din fenomenlərindən evrensel bir anlayış ortaya qoyar, yəni onun təməl anlamını ortaya qoyar. Dolayısıyla qurban da bir dini fenomendir. Bəs qurbanın işləyişi necədir və əhəmiyyəti nədir, buna baxaq. Olsun miflərdə və ya dinlərdə qurban ibadət baxımından mərkəzi bir ifadə şəklidir dedik. Qurban vasitəsilə insan Tanrı ilə əlaqə qurmaqdadır. İnsan onunla bəzi şeylərə vəsilə olmaq üçün onu, yəni qurbanı fəda etməkdədir dedik və ilaha qurbanla sayğı sunulmaqdadır və şükür edilməkdədir. Dinlər tarixinin seyrində qurban fenomeni açıq şəkildə ruhaniləşmiş və ənənələşmişdir. Bir insanın Tanrının lehinə fəraqət etmə fikri, yəni hədiyyə və təqdim olaraq qurban fikrini şərt qoşmuşdur.
təqdimi vasitəsilə insan Tanrı lehinə həyatın davamı və həzdən fəraqət etmiş və əsas da qurbanla bir ruhani gücləri dəvət etmişdir. Xristian ibadətlərindəki o dua, şükür, niyaz və nedamət deyilən, yəni o peşmançılıq duası qurbanın ruhaniləşdirilmiş formu mənasına gəlməkdədir. Bunlar da bir şəkildə Tanrıya təsir etməkdədir. Qurban ritualı ya yaxşı hava, bərəkət, verimlilik, zənginlik, şans, bu savaşlarda, müharibələrdə zəfər, uğur, uşaq və s. kimi arzu edilən vəziyyətdə səbəbiyyət və yaxud da bu pislik, günah, fakirlik, cin və şeytanları və hətta ölümü və s. kimi bunları da dəf etmək və mane olmaq üçün edilir. Qurbanlar günah və suçdan peşmanlığa da xidmət etməkdədir. Qurbanın qanı təmizlənən güc mənasındadır, bilirsiniz. Belə ki, bu xüsus qədim Ahidin o Levililər kitabında da bu şəkildə ifadə edilməkdədir. Deyir ki, çünki ətin canı qandır və mən onu məzbah üzərində canlarınıza kəfarət etmək üçün sizə verdim. Çünki candan ötə kəfarət edən qandır. Və dinlərdə gördüyünüz ki, qurban Tanrı ilə insan arasında bir itibat, əlaqə qurma, yəni ibadət olaraq qəbul edildiyi, algılandığı üçün çox özəl yerlərdə təqdim edilməsi lazım olduğu düşünülmüşdür. Bilhassa da qədim o dinlərdə ibadət Tanrı ilə qul arasında sabit bir inanış varlığını gərəkdirdiyi üçün Tanrının o təbiəti gərəyi müəyyən bu bəlli yerlərə daima gəldiyi, belə baş çəkdiyi inancı vardır ki, və bu inancı ilə də müqəddəs məkanların zərurəti hiss edilmişdir. Qurbanlar da bu müqəddəs sayılan məkanlarda təqdim edilmişdir, sunulmuşdur. Dolayısıyla bu qurban ibadəti üçün də məbədlərdə özəl qurban sunma yerləri, yəni sunaqlar və məzbahalar inşa edilmişdir ki, bugün də bunlara rastlaşmısınız, görürsünüz və Yahudilik nümunəsində olduğu kimi ilahi dinlərdə də qurbanların sunulduğu o məzbaha ya da sunaqlar yenə də onlarda da mövzu bəhsdir. Yəni Yahudilikdə də olduğu kimi ondan doğan o digər ilahi dinlərdə də eyni şeylər keçərlidir. Qurbanın keçərli ola bilməsinin təməl şərti qeyd etdiyimiz kimi sunaqlarda təqdim edilməsidir. Qurbanın qanın təmizləyicilik xüsusiyyətini xristianlıqda da görməkdəyik. Belə ki, xristian teolojisinin o kitabı Yeni Ahiddə biz nə görürük? Həzrət İsa'nın çarmıqdakı qurban oluşu son qurban kimi dəyərləndirilmişdir. Çünki bu mənim qanım, günahların bağışlanması üçün bir çoxlar uğruna tökülən əhdin qanıdır deyilir maddədə. Yeni Ahidin bir çox ifadəsi göksəl, yəni səmavi o yüksək rahibliyin, yəni baş rahibliyin özünü qurban etmə öyrətisini ortaya qoymaqdadır. Göylərdən gəlmiş baş kahin olan İsa özünü Tanrıya fəda etmiş, beləcə o Allaha həmd, sevgi və xidmətin simvolu olmuşdur. Belə ki, Orta Çağ kilsəsi Quddas ayinini çarmıqda öldüyünə inandıqları İsa Mesihin yenilənməsi və təkrarı olaraq qəbul etmişdir. Yemək qurbanı İsa Mesihdə yenidən qurban edilməkdə və beləcə kəfarət və günahların yox edilməsi təmin olunmaqdadır. Gərək olsun İslamiyyətdən öncə və yaxud da olsun ki, İslamiyyətdən sonra bütün türk boylarında da qurban ayininin o toplum həyatında, cəmiyyətində çox əhəmiyyətli yerə sahib olmuşdur. Türklərdə qurbanın əhəmiyyəti elə idi ki, türk ictimai həyatının heç bir səhnəsi yoxdur ki, bugün də şahidsiniz buna, qurbanla birgə icra edilməsi. Doğumlardır, görürük,
əskərə yola salmaqlardır, toylardır, nişanlardır, orada işlədirik, bir şölənlərdir, açılış mərasimidir, sonra bayramlardır, bir yatır və məzar ziyarətidir, sonra ocaq yerlərinə ziyarətlərdir deyirik, sonra heyvancılıq və ziyarət bu normal həyatla bağlı bərəkət diləyi, yəni təsərrüfat həyatı ilə bağlı və yaxud da öz həyatınla bağlı bərəkət diləkləri üçün də, Tanrıya yalvarışlar üçün də daima qurbanlar kəsilmişdir və kəsilməkdədir də. Hinduizm və digər dillərə baxaq. Hinduizmdə də qurban ibadəti ən önə çıxan demək dinlərdən biridir. Vedaların ana teması, Vedizmin ana düşüncəsi qurbanın dəyərini vurğulamaqdadır. Bilhassa Rigveda və Bhagavad Gita'da qurban tətbiqləri, bu tətbiqlər əsnasında rahiblərin riayət etmələri gərəkən qaydalar və oxunması gərəkən ilahilər haqqında geniş bilgi verilməkdədir. Daha sonra Uqarit mətnlərində, Kənanlıların dinində qurbanın tanrılar üçün keçərli olan bir qida maddəsi olduğu bilinməkdədir və Kənanlıların təqdiməsi qədim ahiddəki qurban təqdiməsi ilə oxşayır. Bunlar yakma qurbanı, barış və ya müştərək qurban və kəfarət qurbanıdır. İlahların özlərinə qurban olaraq sunulan şeylərə, xüsusən də yeyəcəklərə bəslədiyi inancı o insanları tanrıların lehinə fədakarlığa sevk etməkdədir. Onlar ora yönləndirməkdədir. Dinlər tarixi bu növ fədakarlıq nümunələri ilə doludur. Ancaq bunun ən yaxşı bilinən bir nümunəsi Babillərin Qılqamış dastanında görülür. Oxumusunuz bəlkə də çoxunuz. Bu dastana görə böyük tufan tanrıları qurban yeyəcəklərindən məhrum edər. Tufan hekayəsini bilirsiniz. Və tufan suları çəkilməyə başladığında qurtulanlar tanrılara qurban təqdim edilməkdə. Tanrılar da sinək kimi deyir, milçək kimi o qurbanın ətrafına üşüşməkdədir. Bu qurban uyğulanması tətbiqi sadəcə tanrılara edilməməkdədir. Belə ki, ölülərin qurbanla bəslənən ruhlar üçün o məzarlarına və onların ölmədən öncəki evlərinə qurbanlar sunulmaqdadır. Bunu da fiziki həyatda görmüsünüz. Hindlilərin müqəddəs kitablar serisindən olan o və dünyanın hətta ən uzun dastanının ünvanını daşıyan Mahabharata dastanının bir bölümü olan Bhagavad Gita'da ataların qurban yeyəcəklərindən məhrum buraxıldığında göy üzündən aşağıya düşmə təhlükəsi içərisində olacaqları söylənməkdədir. Dolayısıyla buna imkan verməmək üçün, səbəb olmamaq üçün qurbanlar vermək lazımdır. Hər bir qurban durumunda ruhlar və ya ilahlar tərəfindən tükətilən şeyin, yeyəcəklərin mənəvi özü olduğuna inanılmaqdadır. Qurban İranda da çox böyük əhəmiyyətə sahibdir. Mazdaizmdə tanrı Ahura Mazdaya qurban sunmaqla 10 qat daha çox sehirli, o büyülü dini gücü əldə edildiyinə inanılmaqdadır. Digər Hind Avropalılarda da od, ateş kəsin bir rol oynamaqdadır və Yasna hər şeydən öncə, yandırılmadan öncə Hoama qurbanıdır deyə ifadə var. Daha sonra Azteklərin yaratma mifinə görə də tanrılar özlərinə verən qurbanlar vasitəsilə dünyanın işləyişini, belə deyək, hadisələrini, dünya işlərini yoluna qoymaqdadır. Bir çox dindəki yeni il və bahar, o ilk bahar bayramlarında bənzəri bir təsəvvür xatırlanmaqdadır. Hind-Avropa, ələxüsusda bu Hind-Cermen dinlərində qurbanın büyücülük, sehirli eyləmlərinə, tətbiqlərinə, o sehir fəaliyyətlərinə xidmət edildiyinə inanılmaqdadır. Qurban edilmiş olan canlı varlıq, yəni bu insan və ya heyvan da ola bilər. Bu canlı varlıq təhlükələri dəf edəcək gücə sahibdir. Buna inanılır. Buna bağlı olaraq da qurban sunanın, qurbanı təqdim edənin, qurban verənin
büyülü, yəni o sehirli gücü əldə edəcəyinə inanılmışdır. Qurban ümumilikdə bənzər bir uygulama, bir tətbiqlər olmaqla yanaşı, o dinin ümumi xüsusiyyətinə görə fərqli, dəyişiklik, dəyişik mənalar, dəyişik anlamlar da adlana bilməkdədir. Ən qədim vəhşi toplumlarda görülən ilkel və təskin edici qurbanlar fərqli duyğu və ruh hallarında ümumilikdə bütün o yaxşı və dəyərli şeyləri bəxş edən uca varlığa və yaxud da heyvanların Rəbbinə və yaxud da ki, o bolluğun təminatçısı o atalara təqdim edilir. Eyni zamanda bu tətbiq, belə deyək, fəaliyyət təskin edici mahiyyətdə olub, ehtiraslı ruhlara sunulan başqa qurbanlar da vardır. Son olaraq qurbanda gerçəkləşdirilən qarmaşıq kozmogonik büyü, yəni magical cosmogonics törənləri vardır. Bunlar özündə də bir dəyərə sahib olub, insanüstü varlıqların istəklərindən azad və mükəmməl bir törənsəl və texnik vəziyyətdədir. Hələlik burada dayandıraq mövzunu, birinci hissəni. Daha sonra isə yenə də davam edək, dediyim kimi, tarixi seyrinə, qurbanın növlərinə açarıq və ilahi dinlərdə də qurban növlərinə baxarıq. Hələlik.